Okey, gəlin birbaşa mətləbə keçək. Təsəvvür edin ki, siz aylarla, bəlkə də illərlə laboratoriyada və ya arxivlərdə tər töküb mükəmməl bir tədqiqat əsəri yazmışsınız. Amma heç kim onu görmür. Niyə? Çünki rəqəmsal dünyada doğru izlər buraxmamışsınız. Bugünkü təhlilimizdə müasir akademiyanın bəlkə də ən vacib, lakin ən çox göz ardı edilən mövzusunu sizin rəqəmsal elmi izlərinizi müzakirə edəcəyik. Yazmaq işin yalnız yarısıdır. Əsas məsələ o işi qlobal elmi ictimaiyyətin necə kəşf etməsidir. Hazırsanızsa başlayaq. Bugünkü ekosistem turumuzun xəritəsi çox sadədir. Biz əvvəlcə rəqəmsal izlərin niyə həyati əhəmiyyət daşıdığına baxacağıq, sonra əsas platformaları sürətlə nəzərdən keçirib, birbaşa akademiyanın yeni sərhəddə olan süni intellektə, bəli, AI-ın bu işə necə qarışdığına keçəcəyik, daha sonra o mürəkkəb rəqəmlərin, metriklərin əslində nə dediyini öyrənib, ən sonda vəziyyəti necə toparlayacağımızı addım-addım göstərəcəyik. Deməli, birinci hissəmizə daxil oluruq. Sizin qlobal vizit kartınız. Baxın, indiki dövrdə görünməz tədqiqat, reallaşmayan imkanlar, qaçırılmış qrantlar deməkdir. Ekranda gördüyünüz bu 4 sütun var ha, onlar əslində elə sizin karyera xəyallarınızdır. Birincisi elmi görünürlükdür, yəni sizin Yaponiyadan tutmuş Amerikaya qədər hər yerdə tapıla bilməyiniz. İkincisi, sitatların izlənməsidir. O sitatlar sizin elmi valutanızdır. Üçüncüsü beynəlxalq tanınmadır və nəhayət ən vacibi, qrantlar və layihələr. İnanın mənə, heç bir maliyyələşdirici qurum sizə rəqəmsal profilinizi incələmədən bir qəpik də ayırmayacaq. Bəs biz bu izləri harada buraxmalıyıq? Bu bizi gətirib çıxarır akademik platformaların mərkəzinə. Burada əsas məsələ odur ki, bu platformalar rəqib deyillər. Onlar nəhəng bir puzzle'ın bir-birini tamamlayan parçalarıdır. Gəlin, böyük üçlük dediyimiz bu sistemlərə qısa bir baxış keçirək. Bu, sizin gələcək zehni xəritənizdir. ORCID, rəsmi akademik şəxsiyyət vəsiqənizdir. Google Scholar, nəhəng, axtarış və metrika mühərrikinizdir. ResearchGate isə işin əyləncəli və sosial tərəfidir, yəni akademik şəbəkələşmə platforması. Hər birinin tamamilə fərqli işi və ən əsası fərqli AI inteqrasiyası var. Xarici gedəndə pasportsuz keçə bilərsinizmi? Təbii ki, yox. ORCID də məhz budur. Beynəlxalq elm dünyasının rəqəmsal pasportu. Bu 16 rəqəmli unikal kod birmənalı olaraq və sadəcə sizə məxsusdur. Karyeranız boyunca hara getsəniz, o kod sizinlə gəlir. Bilirsiniz, ən böyük baş ağrısı nədir? Sizinlə tamamilə eyni adı daşıyan o digər tədqiqatçı. Məqalələriniz qarışır, sitatlar ona gedir. ORCID məhz bu dərdi tamamilə yox edir. O, bütün CV-nizi bir yerə yığır və ən super tərəfi odur ki, birbaşa Scopus və ya Web of Science kimi nəhənglərlə danışır. Öz-özünü avtomatik yeniləyir. Möhtəşəm deyilmi? Pasportumuz ciblərində hazırdırsa, keçək Google Scholar'a. Bura elmin Google'udur. Profildəki o gözəl qrafiklərə baxın. Scholar sizin akademik böyümənizi hərfi məmada hər gün, hər saniyə sizin heç bir barmağınızı belə tərpətməyinizə ehtiyac qalmadan izləyir. Scholar'ın əsl sihri onun heç bir əziyyət tələb etməməsindədir. Pulsuzdur, dörd bir tərəfdən məlumat çəkə bilən nəhəng bazası var və sitatları avtomatik sayır. Siz gecə yatarkən belə o sizin elmi təsirinizi dünyaya nümayiş etdirməyə davam edir. Və gəldik akademik dünyanın səs-küylü mərkəzi meydanına, ResearchGate. Qatı və rəsmi bazalardan fərqli olaraq burada həyat qaynayır. Alimlər real vaxtda bir-biri ilə danışır, müzakirə edir, əməkdaşlıq qururlar. Əgər məqalənizin jurnalların bağlı qapıları arxasında tozlanmasını istəmirsinizsə, ResearchGate əsl xilaskardır. PDF-i ora yükləyirsiniz və dərhal bütün dünya ilə paylaşırsınız. Hətta məqalənizin bugün neçə dəfə oxunduğunu, kimin onu tövsiyə etdiyini dərhal görürsünüz. Xüsusilə gənc tədqiqatçılar üçün inanılmaz bir motivasiyadır. İndi əsl bomba hissəyə gəlirik. Süni intellekt. Bəli, bu platformalar sadəcə profil səhifələri deyil. Onlar hazırda arxa planda çox səssizcə işləyən AI inqilabının əsas yanacağı halına gəliblər. Gəlin bu gizli mühərrikin necə işlədiyinə baxaq. Düşünün, ChatGPT və ya digər generativ süni intellekt modelləri məlumatı haradan alır? Təbii ki, etibarlı mənbələrdən. ORCD-nin açıq API sistemi hazırda AI üçün ən etibarlı qlobal xəzinədir. AI kimisə kimliyini təsdiqləmək istəyəndə birbaşa ORCD-nin qapısını döyür. Heç tədqiqat qrafiki ifadəsini eşitmişdiniz?
Bu əslində qlobal elmin sinir sistemidir. Sizin ORCID məlumatlarınız sadəcə bir siyahı kimi qalmır. Onlar bu nəhəng xəritəyə daxil olur. Yəni, əgər profiliniz qaydasındadırsa, siz əslində IAN beyninə özünüzü düzgün kodlamış olursunuz. Bəs Scholar'da işlər necə gedir? Google'un Gemini kimi süni intellekt alətləri var, düzdür? Onlar Scholar'ın dəhşətli dərəcədə böyük bazasına girib milyonlarla məqaləni analiz edirlər. Hansı məqalə daha uyğundur, hansı elmi iş digəri ilə əlaqəlidir, AI bunu saniyələr içində sıralayır. Və bu sistemlər sadəcə açar sözləri oxumurlar. Xeyr. NLP, yəni təbii dil əmalı texnologiyası sayəsində AI məqalələrinizin bütün mətnini sanki bir insan kimi oxuyur, anlayır və tamamilə fərqli ölkədən olan başqa bir tədqiqatla çox dərin əlaqələr qurur. Bu sanki bir elmi cadudur. Elə buna görə də ResearchGate bəzən sizə məqalələr tövsiyə edəndə bunu haradan bildi, sanki ağlıma oxuyur deyirsiniz. Çünki arxada işləyən NLP texnologiyası sizin əvvəlki oxumalarınızı və yazdıqlarınızı elə dərin analiz edir ki, düz qarşınıza ən çox ehtiyacınız olan ədəbiyyatı çıxarır. Okey, bəs bütün bu texnologiya, bu görünürlük günün sonunda sizə nə verir? Bunu anlamaq üçün idarə etmə panelimizə qayıtmalı və oradakı o sihirli rəqəmlərin, metriklərin kodunu açmalıyıq. Və bu mükəmməl şəkildə nümayiş etdirir ki, sizin karyeranızın əslində 3 əsas spidometri var. Birincisi, ümumi stat sayısıdır, aydındır, kəmiyyəti göstərir. Ortadakı məşhur H indeksidir, bu kəmiyyətlə keyfiyyətin kəsişməsidir. Bir də ion indeksi var. Bəs axırıncı ikisi nə ilə fərqlənir? Gəlin baxaq. İndeksi asanlıqla qazanılmayan, çox stabil, yəni sizin fundamental uğurunuzu göstərən bir rəqəmdir. Amma ion indeksi, bax bu Google Scholar'ın xüsusi kəşfidir. Mənası çox sadədir. Neçə məqaləniz azı 10 sitat alıb? Bu, kiçik miqyaslı hədəflər qoymaq və işə davam etmək üçün xüsusilə gənc tədqiqatçılara çox qəşəng bir motivasiya verir. İndi isə gəldik məsələnin ən həyəcanlı və praktiki yerinə. Sual budur. Bugün, elə indicə biz rəqəmsal profilimizi xilas etmək üçün nə etməliyik? Nələr düz, nələr səhvdir? Səhvlərdən başlayaq. Adınızı bir yerdə fərqli, başqa yerdə fərqli yazmaq, bu sadəcə qəbul edilməzdir. Ya da profil açıb, içinə heç nə yazmamaq, bunu etməkdənsə heç açmamaq daha yaxşıdır. Bəs ən yaxşı praktika nədir? Axtarış sistemləri üçün spesifik açar sözlərdən istifadə edərək profillərinizi tez-tez mütəmadi olaraq yeniləmək. Gəlin bunun necə formalaşdığına 4 sadə addımda baxaq. Təsəvvür edin ki, profilinizin təmizliyini edirsiniz. 1. ORCID-i hər şeyin mərkəzinə qoyun. 2. Nəsə dərc etdiniz, dərhal o saniyə bütün profillərinizi yeniləyin. 3. Çox vacibdir. Girin və başqasının yazısı sizə aid edilibsə silin, təmizləyin. 4. Bütün platformalardakı məlumatlarınız eyni olsun, bir-biri ilə ziddiyyət təşkil etməsin. Bu qədər sadə. İcazə verin bugünkü təhlilimizi elə bu möhtəşəm, yadda qalan fikirlər yekunlaşdırım. Elmi işinizi yazmaq kifayət deyil. Onu doğru platformada, doğru şəkildə təqdim edin. Baxın, sizin laboratoriyada, kitabxanalarda çəkdiyiniz o qədər əziyyət həm real insanlar, həm də süni intellekt tərəfindən tapılmağı, oxumağı haqq edir. İndi özünüzdən soruşun. Sabah bir süni intellekt axtarış motoru sizin sahənizi axtarsa, qarşısına siz çıxacaqsınız, yoxsa başqa bir rəqibiniz? Getməzdən əvvəl gedin və o profillərinizi yeniləyin. Növbəti buraxılışlarda görüşənədək.